Demək, indi burada dizel alacağım. Maraqlandım, dedilər ki, bəs Slovakiyada daha bahadır. Ona görə buradan almaq sərf edir. Motor keçirdi bura. Görək keçirdə bilsək. Hala. Demək, burada 2 cür dizel var. Bu dizel plusdur, bu daha yaxşı sayılır. Ona görə bundan vuracağım. Ha. Qiymətidir. Qolunu bax eləyəcəm. Müsəlman sayağı qolunu bax eləyəcəm özdə ki, oranı çıxa bilir. Serbiyanı kesin. Slovakiyanı. Maşın Allah'a şükür yaxşıdır. Hələ ki yolda qoymayıb, Allah'a şükür. Gördüyünüz kimi, demək, oteldə var. Slovakiyada bu tərəfdədir. Təxminən 500 kilometr qalıb. Sərhəddir. Polşadan Slovakiyaya keçirəm inşallah. Qranitsa yoxdur. Kömürlük məntəqəsi belə bir ciddi yoxdur. Sürətimizi sağa aşağı 50 göstərib. Kantoriya, Nepal səfərimizə xırdalama yeridir. Slovenski Respublika. Bizim artıq Sloveniyadayıq, Slovakiyadayıq. Bu günləri də gördük, Allah'a şükür, sağ-salamat gedirik. Yaşayırıq dözümüz. Gezəni yatdıq, durduq. Hal-hazırda Macaristandayam. Macaristanın avtobanındayam. Gördüyünüz kimi, nəzərinizə satdığım otelin qiymətindən maraqlandım. Macaristanda otel biraz bahadır. Təxminən 60 evrom çıxdı zavtrek qarışıq, səhər yeməyə qarışıq otelə. Amma sərgəli qəşəngdir. Magistral sürürük. Hələ ki yollar yaxşıdır. Meydanları daşıyırlar. Vuruq. Yəni Macaristandayım, daha bir maşın daşıyan. Görürsünüz. Peugeot'dur, Opel'dir. Hamısında əziyi var, vuruğu var. Yəni ki, bundan da özüm. Bir havaya Gürcistana gelir, yəni Bulgariyaya gelir. Güzeller təzdən satılır. Bayaq maraqlı bir şey gördüm. Müsbət eləmədim çəkməyə. Demək, yolun sağ tərəfində yaşayış məntəqəsinə 1 kilometr zədə qalmışdı təxminən. 7-8 dənə ceyran öz üçün otlayırdı. Bizdə olsa topa koymuşlar. Gəldim, çatdım Macaristanla Serbiyanın sərhəddinə. Bilsəm, gedən orada qalmazdım. Keçərdim, bura Serbiyaya yaxın imiş. Serbiyada pullu yollar olacaq. Vigneti yoxdur. İndi bu sərhəddi keçsək, birinci sərhəddi ki, belə adam var. Bayaqdan gəlirəm. Yəqin ki, bir yarım saata keçərik. Sərhəddi keçdi. Sıxlıq var idi, amma harca bir 10-15 dəqiqə vaxtım getdi.
Yoxlanış elə bir ciddi olmadı, ancaq pasporta baxdılar. Macaristandan çıxanda maşını aldığıma dair sənədlər istədilər. Onları göstərdim, amma Slovakiyaya girəndə heç sənə ehtiyac olmadan ancaq pasporta baxdılar. Gedirik avtovandayıq. 130 kilometr qoymuşlar girişdə sürəti. Bu da Slovakiya. Deməli daha bir maşın daşıyan görək nə aparır. Nissan'dır, Kia'dır, Volkswagen'dir. Serbiyada birinci pullu yoldan çıxdıq. Təxminən deyəndə 630 Serbiya pulu ilə aldılar. İndi kartla ödədim deyə dəqiq bilmədim. Euro ilə dollarla nə qədər eləyir. 630 Serbiya pulu verdim. Türkiye'ye təxminən 730 kilometr qalıb, 740 kilometr hardasa. Navigator elə göstərir. Gün sürüb keçməliyəm Türkiye'yə. Şengenimin vaxtı bugün qutarır. Ona görə maksimum bugün sürməliyəm. Boş ol. Burada yük taşımaya deyəsən ya da pul verən yoxdur. Amma arkasına bir lapet alıb nə istədir daşıyır. Allah millət. Bütün Avropada elə görünür. Maşınların